Azərbaycanın ən böyük şəhəri hansıdır? Bakı haqqında qeyri-adi faktlar. Bakının tarixi ürəyi haradır? Yerin qulağı kanalı paytaxt Bakının ən gözəl 12 yerini təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. Ölkənin cənub-şərq hissəsində yerləşir. Əsası Xəzər dənizinin sahilində yerləşmiş şəhər tarixi keçmişi və müasir memarlığı ilə diqqət çəkir. Elə isə Bakıda gəzə biləcəyiniz yerlərə göz gəzdirək. 1. İçəri şəhər. İçəri şəhər Bakının ən qədim yaşayış massivlərindən biridir və dar küçələri, tarixi binaları, ənənəvi evləri və tarixi teksturası ilə məşhurdur. Bu bölgədə Osmanlı və Fars təsirlərini müşahidə etmək olar. Şəhərdə bir çox tarixi abidələr, məscidlər, hamamlar, saraylar bu bölgədə yerləşir. Bu ərazi öz tarixi ab-havası və zəngin mədəni irsi ilə Bakının mühüm turistik məkanıdır. İçəri şəhəri gəzərkən siz tarixlə iç-içə olmaq hissini yaşaya və şəhərin zəngin keçmişini kəşf edə bilərsiniz. Bu ərazi Bakının tarixi ürəyi sayılır. 2. Teleqüllə. Bakı televiziya qülləsi Azərbaycanın paytaxtı Bakıda yerləşir və şəhərin simvolik tikililərindən biridir. Bu qüllə şəhərin ən hündür tikilisidir və panoramik mənzərəsi olduğu üçün turistlərin və yerli əhalinin tez-tez ziyarət etdiyi mühüm turist və müşahidə nöqtəsidir. Qüllə ümumi hündürlüyü təxminən 310 metr olan televiziya qülləsidir və Bakının ən hündür tikilisidir. Qüllə Bakı buxtasının sahilində, Nizami küçəsindən şimal-şərqdə, Bakı şəhərinin mərkəzinə yaxın ərazidə yerləşir. Qüllədə yemək yeyə biləcəyiniz restoran və kafelər də var. Bu məkanlar dadlı yeməklərlə şəhər mənzərəsindən həzz almaq üçün əla fürsətdir. 3. Atəşşah Od məbədi. Atəşşah heyrətamiz tarixi və memarlıq xüsusiyyətlərinə malik binadır. Məbədi 17-18-ci əsrlərdə Hindistandan Azərbaycana gələn Zərdüştü tacirləri tikdirib. Zərdüştülük qədim Fars imperiyasında yaranmış qədim inanc sistemidir və bu inancda od təmizlik, işıq və ibadət simvolu kimi mühüm rol oynayır. Atəşşah 4 tərəfdən açıq həyətin ətrafında tikilib. Məbəddə Zərdüştü inancının simvollarını əks etdirən dekorativ işarələr və yazılar var. Atəşşah Azərbaycanın tarixi və dini zənginliyini əks etdirən mühüm məkandır və turistlər üçün cəlb edici bir məkandır. 4. Şirvanşahlar Sarayı. Şirvanşahlar Sarayı 15-ci əsrin 1-ci yarısında hökmdar 2-ci Şirvanşah Xəlilullah tərəfindən tikilib. Əvvəlcə qala kimi tikilib, sonra kral sarayı kimi istifadə edilib. Saray Azərbaycanın memarlığının mühüm nümunəsi hesab olunur və öz dövrünün gözəlliyini və zərifliyini əks etdirir. Şirvanşahlar Sarayı kompleksinə müxtəlif dövrlərdə tikilmiş müxtəlif bina və tikililər daxildir. Şirvanşahlar Sarayı Bakının zəngin tarixi və mədəni irsini araşdırmaq üçün mütləq ziyarət edilməli əsas turistik məkandır. Tarixi atmosferi, zərif memarlığı və tarixi əsərləri ilə ziyarətçilərə unikal təcrübə təqdim edir. 5. Qız qalası. Qız qalası eramızdan əvvəl xarabalıqlar üzərində tikilib. Havadan Q hərfinə bənzəyən qüllənin terrasından bütün Bakını seyr etmək mümkündür. 27 metr hündür qüllə 12-ci əsrdə tikilib və memarı Məsud ibn Davuddur. Fasadı üfüqi, maylı qaradaş cərgələrlə örtülmüş bina Bakının ən diqqət çəkən abidələrindən biridir. Bir vaxtlar Xəzərin dalğaları dibinə çatırdı. Qüllə üçün çoxlu opera və baletlər oynanılırdı. Şeirlər yazılırdı. Parıldayan işığı ilə xüsusilə gecələr sakit bir ilham mənbəyi olmağa davam edir. Haqqında çoxlu əfsanələrin danışıldığı qüllə 18-19-cu əsrlərdə mayak kimi istifadə olunub. Azərbaycan sikkələrində və bəzi rəsmi sənədlərdə simvol kimi görünən 8 mərtəbəli qüllədə bu gün suvenir butiklər və sərgilər fəaliyyət göstərir. 6. Alov qüllələri. Alov qüllələri Azərbaycanın paytaxtı Bakıda yerləşən 3 məşhur və diqqətə layiq yüksək qüllədən ibarət kompleksdir. Bu tikililər Bakının müasir süluetini formalaşdıraraq şəhərin simvollarından birinə çevrilib. 2013-ci ildə tamamlanıb. Quruluşlar Bakı buxtasından şimal-şərq yamaclarında yerləşir və şəhərin panoramik mənzərələrində üstünlük təşkil edir. Alov qüllələri adı qüllələrin gecələr yanıb sönən və alov görüntüsünü yaradan LED işıqlandırma sisteminə aiddir. Hər bir qüllənin müxtəlif funksiyaları var. Bakıya səyahət edən turistlər
Alov qüllələrinin zirvəsindən şəhərin gözəl mənzərələrini seyr etmək üçün hündür mərtəbəli terraslara və ya restoranlara üz tuta bilərlər. Bu müasir memarlıq tikililəri Azərbaycanın paytaxtına gələn qonaqları cəlb edən unudulmaz abidədir. Yeddi. Bakı bulvarı. Bakı bulvarı Azərbaycanın paytaxtı Bakıda yerləşən Xəzər dənizinin sahilində məşhur sahilyanı gəzinti zonasıdır. Bakı bulvarı dünyanın ən uzun sahilyanı gəzinti zonalarından biri hesab olunur. Bakı bulvarı ictimaiyyət üçün açıqdır və pulsuzdur. Ona görə də onu həm yerli sakinlər, həm də turistlər çox ziyarət edirlər. Bulvar tarixi boyu bir çox tədbirlərə, konsertlərə, festivallara ev sahibliyi edib. Bakı bulvarı boyunca piyada və velosiped yolları var. Burada piyada və ya velosiped sürməklə dəniz mənzərəsindən həzz ala bilərsiniz. Bulvar boyunca müxtəlif heykəllər, sənət əsərləri və bəzək əşyaları var. Bulvarda uşaqlar üçün oyun meydançaları və əyləncə parkları yerləşir. Ailələr uşaqları ilə xoş vaxt keçirə bilərlər. 8. Targovo. Nizami küçəsi Bakının əsas küçələrindən biridir və şəhərin ticarət və mədəniyyət mərkəzində yerləşir. Küçə görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Nizami Azərbaycan və Yaxın Şərq ədəbiyyatının mühüm şairlərindən biridir və 12-ci əsrdə yaşayıb. Bakıya səyahət edən turistlər üçün Nizami küçəsi şəhərin əsas turistik yerlərindən biridir və şəhərin mədəni və ticarət həyatını yaşamaq istəyənlər üçün əla yerdir. Azərbaycanın tarixini və mədəni zənginliyini əks etdirən Nizami küçəsi ziyarətçilərə xoş və unudulmaz təcrübə təqdim edir. 9. Bibi Heybət məscidi. Bibi Heybət məscidi Azərbaycanın tarixi və memarlıq baxımından əhəmiyyətli məscidlərindən biridir. Məscid Azərbaycanın İslam dininə sadiqliyini əks etdirən və ölkənin dini sərvətini təmsil edən mühüm dini tikilidir. Bibi Heybət məscidinin adı Azərbaycanca Bibi Xatun sözündən götürülüb və Osmanlı türkçəsində Bibi Hatun kimi də tanınır. Məscid 13-cü əsrdə tikilib və zamanla müxtəlif dövrlərdə təmir və müəyyən dəyişikliklərə məruz qalıb. Məscid Azərbaycanın tarixi mədəni irsinə töhfə verən tikili kimi qorunur. Məscid ziyarətçilərə daxili rahatlıq və mənəvi atmosfer təqdim edir. Azərbaycana səyahət edənlər üçün Bibi Heybət məscidi dini və tarixi əhəmiyyətinə görə mütləq ziyarət edilməli turistik məkandır. 10. Miniatür kitab evi. Miniatür kitab evi Bakıda yerləşən unikal və maraqlı muzeydir. Adından da göründüyü kimi bu muzeydə dünyanın ən kiçik kitablarının kolleksiyası var. Muzey tarixi İçəri şəhər ərazisində yerləşir. Miniatür kitab evi Bakı şəhərinin mədəni zənginliyini əks etdirən mühüm məkandır. 11. Azərbaycan Xalça Muzeyi. Xalça Muzeyi Bakı şəhərində zəngin xalça sənətinin kolleksiyasına malik mühüm muzeydir. 12. Heydər Əliyev mərkəzi. Mərkəz mühüm memarlıq və mədəniyyət mərkəzidir. 2013-ci ildə açılıb. Mərkəz Zaha Haddidinin unikal dizaynı ilə cəlb edən üzvi xəttləri olan müasir bir binadır. Əyri səthlər və şüşə panellər binaya dinamik görünüş verir. Mərkəzin ətrafında geniş yaşıllıqlar və parklar var. Ziyarətçilərə istirahət imkanı təklif edir. Bu siyahıya Bakının gəzməli yerlərinin yalnız bir hissəsi daxildir. Siz başqa hansı yerləri qeyd edə bilərsiniz? Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.